Tamam aziz dostlar, bugün size keçirilmiş 7. sınıflar için fen müsabakası için biyologiyanın suallarını izah edeceğim. İndi keçək sualların izahına. Deməli, birinci sual, aşağıdaki şekilde esasen X ve Y hansı quruluş səviyyəsinə müvafiq olaraq aiddir deyir bizə. Baxaq. Deməli, hüceyrə verilib, hüceyrədən sonra burada toxuma bizə göstərilmişdir. Ona görə də birinci olaraq toxumanı X toxuma olacaqdır. Y orqandır. Bu ürək orqandır. Y isə orqanlar sistemi olacaq. Bu da orqanizm. Ona görə X toxuma, Y isə orqanlar sistemi olacaq. Ona görə doğru cavab olaraq buradan götürəcəyik. Deməli, toxuma və orqanlar sistemi D variantı olacaqdır. İkinci sual. Təsvir etsən yanlış fikri müəyyən edin. A, B, D və F ilə işarələnmiş yarpaqlar sadədir. Bəli, hər biri sadədir. C və Y. Bunlar da mürəkkəb yarpaqdır. C ilə işarələnmiş yarpaq quruluşuna şabal bitkisinə rast gəlir. Bəli, barmaq varidir. Y ilə işarələnmiş yarpaq quruluşuna noxud bitkisinə rast gəlinər. Noxudda cüt lələk vardır. Burada tək lələk varı verilib. Ona görə bu fikirdə yanlış fikirdir. Üçüncü suala keçirik. Şəkildə arıların eyni növdən olan iki bitkinin çiçəkləri tozlandırdığı əks olunmuşdur. Bu tozlanmalar haqqında aşağıdakı ifadələrdən hansı yanlışdır? Bir ilə göstərən özünə tozlanma prosesi. Bəli, əgər eyni bitkinin erkəkciyinin tozduğu dişiciyin ağzına düşürsə, bu özünə tozlanma sayılır. Bu doğrudur. Birinci tozlanma daha çox genetik müxtəlifliyə səbəb olur. Xeyr. Çünki birinci tozlanma öz tozluğu öz dikicinin ağzına düşür diye bu daha az genetik muhtelifliğe malik olar. Çarpaz tozlananda genetik muhtelifliği daha çok olur. Ona göre cevap B variantı olacak. Naməlum bitki növünün zoğu üzerinde 7 buğum arasına 7 buğum arası varsa 8 tane buğum var. 32 tane de ümumi olarak burada yarpağa rast gəlibdir. 32 də bölü 8'e bərabərdir. Deməli burada bir buğuma 4 tane yarpaq düşür. O demek ki topa düzü düştü. Topa düzü düştü bitkidə bu da qarğa gözüdür. Ona göre cevap A variantı olarak veririk. Keçək 5-ci sualımıza. Deməli ölçüsü 0,2 millimetr olan obyekt verilmiş mikroskopta neçə santimetr görünür? Görürsünüz buradan tabii ki bitki mikroskop okulyar üzerinde 50, objektifin üzerinde de 30 yazılıb. Böyütmə dərəcəsi 50-ni 30 oranında bunun böyütmə dərəcəsi 1500 eləyəcəkdir. 0,2 milimetredir. 0,2 vurulsun 1500 o da beraberdir 30 milimetre. Bize santimetre dediğine göre 3 santimetre olacaktır. Uygunluğu müəyyən edin. Zigotun əmələ gəlməsində iştirak edərək yeni orqanizmə başlanğıc verən hüceyrədir. Bunun hər ikisi yeni orqanizmə başlanğıc verən hüceyrədir. Ona görə də biri buraya yazacağıq. Erkek organizmin gametidir. 2'ni buraya yazacağıq. Dişi organizmin gametidir. 3'ü buraya yazacağıq. Kiçik ölçülüdür. Hərəkətlidir deyilsə 4'ü buraya yazacağıq. Və balıqlarda, quşlarda adi gözlə görmək mümkündür. 5'i buraya yazacağıq. Çıxıntıları, qıcıqları qəbul edir. Xeyr, bu neyrona aiddir. Bunu heç birinə yazmayacağıq. Deməli A, 2, 4, C, 1 ve B'de 3, 5. Ona göre doğru cevap A variantı olur. Yanlış cevabı müəyyən edin. A. İri vakuola malik olabilir. Bəli, hücrədə iri vakuol olabilir. Bu doğrudur. B. Toxumadır. Bitkide altı qrupdur. Doğrudur. C ve D bütün çiçəkli bitkilərdə vardır. Xeyr, bütün çiçəkli bitkilərdə kök və yaxud da deyəsiniz ki, deməli yarpaq var sözü yanlış fikirdir. Doğru cevap C variantı olur. 8-ci sual doğru fikri müəyyən edin deyir bizə. Baxırıq. X əsas toxumadır. Öz kitabınızda var. Yani kitabda bu sual var. Daha şəkil var. X əsas toxumadır. Burada xeyr, bu yanlış fikirdir. Y mexanik toxumadır. Xeyr, bu da yanlış fikirdir. Z törəzi toxumadır. Xeyr, bu da yanlış fikirdir. Amma Y özündə etil qida maddəsi toplayır. Bəli, əsas toxum olur və etil qida maddəsi toplayabilir. bilir. Ona görə doğru cavab D variantı olaraq götürəcəyik. 9-cu sualımız şəkilə aid doğru fikri müəyyən edin. Soruşur buradan bizə. Baxaq. Deməli Z kökün uzunluğuna böyüməsini təmin edir. Xeyr, bu kök üsküydü. Uzuna böyüməyi təmin edir, ucunu qoruyur. X'in məhv olan hüceyrələri Z'in hüceyrələri hesabına
bərpa olur. Dediyimiz kimi Z-in çoxalma qabiliyyəti yoxdur, yanlışdır. Y-in hüceyrələrində nüvə yoxdur. Bitkidə əmici tellər də, onda nüvələri vardır təbii ki. Z bir-birinə sıx yerləşmiş bir neçə qat əmələ gətirən canlı hüceyrədən ibarət. Bəli. Köküskün hüceyrələri bu deyilən qaydaya uyğundur. Ona görə cavab D variantı olacaqdır. 10-cu sual X ve Y ile işare olunan gazlar müvafiq olarak hansıdır soruşur bizden. Görürük. Deməli qan ağciyərlərə gəlir. Ağciyərdə təbii ki bu karbon qazını gətirir. Demək X burada olacaqdır. Karbon qazı. Orada özünə oksigen birləşdirir. Y orada oksigen. Deməli X və Y müvafiq olaraq desək karbon və oksigen, ona görə cavab C variantı olacaqdır. Alma bitkisinin çiçəyinin quruluşu ilə bağlı doğru sxemi müəyyən edin. Bu da dərsliğimizdə alma bitkisinin çiçəyinin quruluşu verilibdir bizə. Doğru cavab burada A variantı olur dedik. Göstərilən proses haqqında hansı fikir yanlışdır? Göstərilən proses bakteriyanın spor əmələ gətirməsidir. Spor əmələ gətirmədə çoxalma xidməti xeyr. Spor müdafiə xidmət edir. Çoxalma xidmət göstərmir. Ona görə yanlışdır. Cavab A variantı verəcəyik. 13-cü sual. Uyğunsuzluğu müəyyən edin. Deyir. 1. Tabii ki burada vaka oldu. Bu doğru gösterilmiştir. Uyumsuz değil. 2 mitokondride 2 ile plastidler gösterilmiş. Mitokondri gösterilmeyiptir. Bu səhvdir. 3 membrandı. Membran değil. Stoplazmadır. Bu da səhvdir. 4 nüvədir. Doğru gösteriliptir. 5 hücre divarıdır. Bu da doğru gösterilmiştir. Ona göre 2-3 doğru cevap C variantı olacaktır. Klasterde sual işaresinin yerine yazılabilen canlıları öğrenen elm sahəsidir. Mikroskopikdir, bir hücreldir. Sadə bölünmə yolu ikiyə bölünməklə çoxalır. Məsubət bakteriyadan gedir. Bakteriyalarda öğrenen elm sahəsi bakteriologiyadır. Doğru cavab D variantı olacaqdır deyəcəksiniz. Deməli, keçdik indi 15-ci suala. El dolğunsuzluğu müəyyən edin deyir. El zoğun iki qonşu buğum arasında qalan hissəsi bəli, buğum arasıdır. Ona görə bu doğru fikirdir. Sonra K zoğun yarpaq və tumurcuq birləşən hissəsi buğumdur. Bəli, bu da doğru göstərilmişdir. X zoğun uç hissəsində yerləşən təpə tumurcuğunun uzuna böyüməsi təmizdir. Bəli, bu da doğru fikirdir. Z yan yarpaqla gövdə arasındakı yarpaq qoltuğuna yerləşən əlavə tumurcuq. Yarpaq qoltuğuna yerləşən tumurcuq əlavə tumurcuq olmur. Əlavə tumurcuq buğum aralarında yerləşə bilər. Bu fikir yanlış fikirdir. Doğru fikirləri müəyyən edin deyir. Şəkildə iki bitki hüceyrəsi təsvir olunmuştur. Baxaq. Bu qan hüceyrəsidir, bu spermatozoiddir, bu ikisi bitki hüceyrəsidir. Bu doğru fikirdir. Təsvir edilmiş bitki hüceyrələrinin yalnız birinin tərkibində xoroplast ola bilər. Bəli, bu da doğru fikirdir. Çünki əmici tellərdə xoroplast olmur. Bu da doğru fikirdir. Şəkildəki A və B heyvan hüceyrələridir. Xeyr, bu yanlışdır. A və B heyvan deyil. Bu əmici teldir. Bu getdi. Sonra C heyvan hüceyrəsi olub oksigen daşıyır. Bəli, bu doğru fikirdir. Heterositdir çünki. Götürəcəyik. B sinir hüceyrəsidir. Xeyr, spermatozoiddir. Bu səhvdir. B hücresi fəal hərəkəti, bəli, spermatozoid fəal hərəkətdir. Bunu da götürəcəyik. Deməli, A, B, D, F doğru cavabımız A variantı olur. 17-ci sualımıza keçirik. Yanlış fikri seçin. Deməli, X buradan bizə deyir ki, eyni bir çiçək üzərində həm mayalanma prosesi, həm də tozluq dənəsi əmələ gəlməsi baş verir. X-də. Eyni bir çiçək üzərində hem mayalanma prosesi hem de tozluk nasıl əmələ gəlməsi baş verir. Xeyr. Elə bu fikir yanlışdır. Baş verirdiğinde bunlar zaten bir cinslidir. Ona göre de mayalanma gedə bilər dişidə. Tozluq dənəsi də əmələ gələr erkəkdə. Ona göre yanlışdır. Cavab elə. Buradan A variantını götürəcəyik. 18-ci suala baxırıq. 18-ci sualda hansı strukturlarda yerləşən hüceyrələr gələcək cinsi hüceyrələrə başlanğıc verir? Təbii ki, biz burada götürəcəyik reproduktiv orqanları. Ona görə erkəkciyi və dişiciyi götürəcəyik. 2 və 3 yox, ağızlıqdır burada. Bunu götürmürük, bu heç bunu keçək. Deməli, burada baxacağıq hansıdır 2 və 4. Burada əmələ gəlir çünki 2 və 4 olmaz, ağızlıqda deyil. D variantı, C variantı olacaq. Müvafiq olaraq düzgün fikirləri yanlış fikirləri ilə isə mənfi işarələyin. Tamam. İndi baxaq buradan. Deməli, birinci. Əsas kök ülkəyin kürsüsünə inkişaf edir. Bəli. Buna düz qoyacağıq. Bu doğru fikirdir. İkinci, soğan və sarımsaqda əsas kök yaxın xeyir. Bu deməli yanlış.
fikirdir. Çünki orada sızaq kök sistemi olur. İncisəyinin torpaqda yerləşən bütün orqanları köklərdə xeyir, köküm sobu var incisəyinin. Bu da yanlış fikirdir. Tomurcuklar xaricdən pulcuklarla örtülmüşdür. Bəli, bu fikir doğru fikirdir. Bunu doğru kimi götürəcəyik. Doğru fikirdir. Səhli bitkilərin generativ orqanlardan biridir. Çiçək bitkilərin generativ, bəli, bu da təbii ki doğru fikirdir. Əlavə köklər həm bitkinin gövdəsində, həm də yarpaqlarında yarana bilər. Təbii ki, bu da doğru fikirdir. Ve yarpağın gövdeye birleşen hissesi buğum arası. Hayır, orada buğum adlanır. Buğum arası değil. Bir yanlış fikirdir. Buğda milkök sistemi olan bitkide hayır, yanlış fikirdir. Ve generatif tumurcuktan çiçek inkişaf edir. Bəli, bu fikir də doğru fikirdir. Demək, burada baxanda doğru cavabımız C variantı eləyir. 20. Yanlış fikri müəyyən edin. A. Damarlanma forması buğda, qamış kimi bitkilərin yarpaqlarında müşahidə olunur. Bəli, paraleldir. Onlarda da paralel damarlamadır, düzdür. B. Damarlama forması çinar, üzüm, palıd. Bəli, onlarda torvar damarlamadır, doğru değil. A. Damarlama forması iri damarlar yarpaq ayasına birbirine paralel yerleşir deyir. Bəli, buna da baxsaq bu fikir də doğru fikirdir. B. Damarlama forması qarğıdalı soğan. Qarğıdalı soğanda paralel damarlama, torvay damarlama değil. Bu fikir ise səhvdir. 21-ci suala baxaq. Şəkildə orqanizmin hansı təşkil səviyyəsi göstərmiş, əks olunmuşdur. Təbii ki, burada söhbət gedir. Nədən? Toxumadan gedir. Burada toxumalar göstərilib, epitel toxumasının növləri göstərilib. Ona görə 21-ci sualda cavabımız C variantı olacaq. Yarpaq şəklini dəyişərək bığcığa çevirmişdir. Üzümdə zol dəyişib, çeyrəkdə zol bığcığa çevrilib, lobyada bığcıq yoxdur, noxudda da yarpaq çevrilmişdir. 23-cü suala baxırıq. Birinci uyğunsuzluğu müəyyən edin. A-da milk kök sistemi, B-də sızaqlı kök sistemi. A. Kök sistemində toxumdan inkişaf edən kök olmaya bilər. A kök sistemində zaten burada görürük də. Əsas kök var, elə uyğunsuz budur. Doğru cavab A variantı olacaq. Mikroskopun optik hissəsi hansı rəqəmlərlə göstərmişdir? Mikroskopun optik hissəsi deyəndə biz burada okulyar və obyektivi götürməliyik. Bu da 1 və 3'tür. Ona görə doğru cavab 24-cü sualda A variantı olacaq. Düzgün fikri seçin. Heyvan hücresindən fərqli olaraq bakteri hücresində olur. Xoroplast ümumiyyətcə olmur bakteriyada. Plazmatik membran hər ikisində olacaqdır. Ribosom hər ikisində olacaq, amma hücre divarı heyvanlarda yox. Bakteriyalarda ise olabilir deyəcəksiniz. Yoxlayıb, hətta burada şərh bölməsində öz düz səhvlərinizdə yaza bilərsiniz. Hər birinizə növbəti imtahanlarda uğurlar arzulayıram. Çox sağ olun.